Əşyanın sayını, miqdarını bildirən əsərlik hissəsi say deyilir. Say neçə, nə qədər, neçənci sualın birinə cavab verin. Məsələn, 5, 10, 6, 5-ci, 6-cı, 15 və s. Sayın məlumatı 2 növ var. Sıra say, miqdar say. Sayın qrupusu 3 növ var. Sayda düzəltmə, mürəkkəb. Say, miqdar sayıları əşyanın miqdarını bildirir. Necə, nə qədər suallarına birinə cavab verin. Məsələn, 6 kitab, necə kitab? Miqdar sayıları əsasən 3 yerə bölünür. Müəyyən miqdar sayıları, qeyri-müəyyən miqdar sayıları, kəsr sayıları. Müəyyən miqdar sayıları konkret dəqiq miqdarını bildirir. Məsələn, 6, 8 və s. kimi sözlərdə var. Qeyri-müəyyən isə təxminini bildirir. Məsələn, 6, 8, 7, məsələn, çox az, xeyli az. Sayıların qrup növləri 3 növ olur. Sadə, düzəltmə və mürəkkəb. Sadə bir çoxdan ibarətdir. Məsələn, 1, 2, 3. Düzəltmə isə birinci, ikinci və üçüncü. Mürəkkəb isə 1, 2, 6, 5, 6. Sayıların qrupca növləri. Sadə sayılar yalnız bir kökdən ibarət olur. Məsələn, 5, 4, 6. Düzəltmə sayılar isə yalnız kökdən və leksik şəkilçidən ibarət olur. Məsələn, minlərlə, yüzlərlə, çoxlu, xeyli. Mürəkkəb sayılar isə 2 və daha artıq şəkilçinin birləşməsindən ibarət olur. Məsələn, yanılır. Məsələn, 3000, 5, 4, bunlar mürəkkəb sayılar. Sıra sayıları əşyanın sırasını bildirir. Sıra sayıları miqdar sayıları. Məsələn, inci, şəkillər artmanla cavab verir. Məsələn, 6-cı sinif, neçənci sinif, 6-cı sinif, 5-ci sıra, neçənci sıra, 5-ci sıra. Bizim istifadə etdiyimiz rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunlar ərəb rəqəmləri adlanır. Böyüyə miqdar sayıları əşyanın dəqiq miqdarını bildirir. Məsələn, 5 kitab, 4 alma. Qeyri-müəyyən miqdarı sayıları əşyanın təxmini miqdarını bildirir. Məsələn, çox, xeyli. Qeyri-müəyyən miqdar sayıları əşyanın təxmini miqdar bildirir. Nə qədər sualına cavab verir. Məsələn, xeyli, az, çox, yüzlərlə. Kəsr tablo ifadə olunur. Yazılışı 0, biz böyle yazırıq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və s. Kimyazlar, məsələn, həm sözlər, həm də ərəb rəqəmləri, məsələn, 200, 4 milyon. Roma rəqəmləri, məsələn, 20-ci əsr, 4-cü sinif, ondan sonra 6-cı fəsil və s. Siz müəyyən miqdar sayıları ilə isimlər arasında nəfər, ədəd, cüt və s. kimi sözlər işlənir. Belə sözlər numarativ sözlər adlanır. Nəfər, insan, isimlərə
işlənir. Ədəd dənə cansız varlıqların isimlərinə işlənir. Baş, heyvan bildirən isimlər işlənir. İddət sayıları əşyanın miqdarını bildirir. Məsələn, 1, 2, 3, 4, 5, 6 şagird. Sayılar, məsələn, birinci sıra, ikinci sıra, üçüncü sıra, dördüncü sıra.